Araşdırması üçün özünü türk işçi kimi apararaq 2 il boyunca ən ağır işlərdə işləyən Alman jurnalist. 1983-cü ildə Günter Wallraff adlı jurnalist Almaniyaya işləməyə və yaşamağa gələn əcnəbiləri başa düşmək, onlara qarşı Alman cəmiyyətinin davranışlarını araşdırmaq, haqsızlıqları və qanunsuzluqları ortaya çıxartmaq üçün belə bir cəsarətli yol seçir. O, başına parik, gözlərinə linza taxır, bığ saxlayır və qəzetdə iş axtarması ilə bağlı elan verir. Alman jurnalist Ali Levent Sinirlioğlu adı ilə 2 il boyunca ağır işlərdə işləyir. Mədəndə işləməkdən tualet təmizləməyə, zavodlardan insanlar üzərində klinik araşdırmalar və yeni dərmanların sınandığı işlərə qədər. Bu ağır işlər daha sonra onun səhhətində problemlər yaradır. Günter 2 illik ağır təcrübədən sonra Ən Altdakılar adlı kitabını yazır. Türk işçilərin Almaniyada gördüyü haqsızlıqları, əcnəbilərə qarşı Alman cəmiyyətinin ədalətsiz irqçi davranışlarını, vergi qaçaqçılığını, qanunsuzluqları və digər problemləri işıqlandırır. O, öz təcrübəsi haqqında bunları deyir. Bir Alman olaraq bir türk işçisinin hiss etdiyi və yaşadığı şeyləri heç vaxt tam qavraya bilmərəm. Başıma parik taxıb onların arasına girmək və bənzər işlərdə işləmək bunu dəyişdirməyəcək. Doğma yurdlarından qoparılmaqları, eyni zamanda sağlamlıqlarını itirdikləri bir ölkənin cəmiyyəti tərəfindən kənarlaşdırılmaqları, heç kim onların hiss etdiyini hiss edə bilməz. Bu adam yazdığı kitabla dayanmır. Əcnəbilər üçün yardım fondu qurur. Müxtəlif dövrlərdə çox təhlükəli başqa araşdırmalar da aparır və etirazını ən sərt formada bildirməkdən çəkinmir. Dəfələrlə həbs edilən, hətta başına pul qoyulan bu adam əsl insanlıq və cəsarət örnəyidir.